Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Bugünkü mövzumuz, qardaşlar, mövzu çox maraqlıdır. Mövzu belədir ki, İnnəl bələə müvəkkəlun bil mantiq. Yəni, bəla insanın dilinə bağlıdır və yaxud da insanın başına gələn bəla çox vaxt dediyi sözlərdən doğur. Bəla insanın dilinə bağlıdır, düzdür. Bu hədis kimi rəvayət edilsə də, hədis kimi zəifdir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih deyil. Ancaq sahabələrdən səhih rəvayətlə nəql olunub. Məsələn, Abdullah ibn Məsuddan, başqa sahabələrdən, hətta tabeinlərdən və bir çox sələflərdən səhih rəvayətlə nəql olunub ki, belə deyirdilər, sahabələr və yaxud da sələflər ki, İnnəl bələə müvəkkəlun bil mantiq. Yəni, bəla insanın dilinə bağlıdır. Və yaxud da başqa sözlə desək, insanın başına gələn bəla çox vaxt dediyi sözdən doğur. Məsələn, buna bəzi misallar çəkək. Birinci, başlayaq şəriətdən. Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında, necə ki, İmam Buxari öz səhihində rəvayət edir, Uveymir Əclani gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə, deyir ki, ya Rasulallah, əgər deyir, mən evə gedib, evdə öz həyat yoldaşımı başqa bir kişi ilə tutsam, o kişini öldürə bilərəm. Peyğəmbər sallallahu aleyhi və səlləm onun sualını xoşlamır və susur, cavab vermir. Səhəri gün Uveymir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir, deyir ki, ya Rasulullah, deyir, sənə dünən dediyim sözlə imtihan olundum. Getdim evə və yoldaşımın yanında başqa bir kişi gördüm. Yəni, subhanallah, insanın dediyi söz bəla olaraq öz başına gələ bilər. Və bu hadisədən sonra Allah subhanallah ayə nazil edir Nur surəsində ki, o kəslər ki, deyir, öz yoldaşlarını zina ilə ittiham edirlər və özlərindən başqa heç bir şahidi yoxdur, qoyanlar Allahı 4 dəfə şahid gətirsinlər. Və bu məşhur ayə də həmin məşhur qissədən sonra nazil olur. O qissəyə görə nazil olur. Və subhanallah, insan həqiqətən də dediyi sözə fikir verməlidir. Çünki hərdən elə bir söz deyər ki, yəni fərqinə varmaz və o söz də ona imtihan olaraq gələ bilər. Və başqa bir rəvayətdə, İmam Buxaridə keçən Abdullah ibn Abbasdan gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm qızdırmadan əziyyət çəkən bir yaşlı kişini ziyarət edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, lə bəs tahur inşallah. Yəni, onun üçün şəfa diləyir, yəni sağalması üçün dua edir. Və kişi deyir ki, yox ya Rasulullah, deyir, bu qızdırma məni öldürüb qəbrə götürənə qədər əl çəkməyəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o zaman tamam. Və həqiqətən də kişi qızdırmadan ölür, həmin qızdırmadan. Həqiqətən də insanın başına gələn bəlanın bir çoxu dediyi sözdən doğur. Başqa bir rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm yatağında əziyyət çəkən bir səhabəni ziyarət edir və sahabə həqiqətən də əziyyət çəkirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşur ki, necə dua edirdin? Deyir ki, ya Rasulullah, deyir, mən dua edib deyirdim ki, Allahım, deyir, mənə qiyamətdə nə əzab verəcəksənsə, o əzabı mənə bu dünyada ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu qadağan edir. Və deyir ki, denən ki, Rabbənə ətinə fid dünya həsənətən və fil əxirəti həsənətən və qina əzəbənlər. Deyir ki, biz öyrədildik deyək ki, ey Rəbbimiz bizə dünyada da yaxşılıqlar ver, axirətdə də yaxşılıqlar ver və bizi əzabdan qoru. Və ona görə də insan imtihan sözlərini işlətməməlidir. Məşhur rəvayətdir. Hüseyin radiyallahu anhu Kərbəlaya gələndə soruşur ki, bu yerin adı nədir? Deyirlər ki, Kərbələ. O da deyir ki, kərbun və belə. Kərb sıxıntı deməkdir, müsibət deməkdir, bələ də ki, bəladır. Deyir ki, o zaman bu yer sıxıntı, müsibət və bəla yeridir. Və həqiqətən də imtihan olunur. Müsibətə düşər olur, qətlə yetirilir və şəhid olur. Və alimlər də deyir ki, həqiqətən də sözdən dolayı imtihan olunur. Radiyallahu anh. Və başqa bir rəvayətdə Muaviyyə radiyallahu anhu yanında olan əshabından birindən, adı Ubeyd olur, Ubeyd ibn Şəriyyə, yaşda böyük olur və ərəblərin arasında hikmətli olaraq olan biri kimi tanınır və həmçinin də çox məlumatlı biri olur. Muaviyyə radiyallahu anh ona deyir ki, sənin deyir, rast gəldiyin ən qəribə hadisələrdən birini bizə danışarsan. O da deyir ki, bəli, deyir. Mən deyir, bir dəfə bir məntəqədən keçirdim və bir cənazə var idi. Və o cənazədə iştirak elədim. Və cənazə sahibinin kim olduğunu bilmirdim. Ancaq deyir, qədərdən oradan keçirdim və cənazədə iştirak elədim.
Və sonra bir kənara çəkilib ağlamağa başladım və ağlayanda bu şeir, yəni nə vaxtsa eşitdiyim bu şeir yadıma düşdü və o şeiri təkrarlamağa başladım. Şeir belə idi ki, bir kişi dünyasını dəyişir, yəni şeirin məzmunu budur ki, kişi dünyasını dəyişir, yaxınları onun ölümünə sevinir, qıraqdan gələn qərib insanlar da ağlayır. Və deyir, məni bir nəfər eşitdi, deyir, bu şeirin yazanını tanıyırsan? Dedim ki, yox, o da deyir ki, o şeiri yazan indi ölən bu adamdır ki, həqiqətən də bu gün deyir, onun yaxınları ölümünə sevinir, ancaq sən onu tanımırsan və ölümünə ağlayırsan. Və subhanallah, buradan da görünür ki, insan dediyi sözlə imtihan olunur. İbrahim Ən-Nəxai, rahiməhullah, yəni məşhur tabiinlərdəndir, deyir, hərdən deyir, qəlbimdə elə şeylər keçir ki, qəlbimdən. Onu dillə deməyə qorxuram ki, Allah məni imtihan eləyər. Subhanallah, biz insanıq, yəni hər birimizin qəlbinə elə şeylər gələ bilər. İnsanın qəlbinə pisən, mənfi fikirlər, özü barəsində, uşaqları barəsində, işi barəsində, nə bilim, yaxınlar barəsində, dostu barəsində mənfi fikirlər gələ bilər. Ancaq onu demək artıq problemdir. Demək artıq imtihan qapısını açır. Yəni, insan o dediyi sözlə imtihan ola bilir və yaxud da qapıldığı pis zənlə imtihan ola bilir. Məsələn, məşhur qissədir, hamımız bilirik. Hamımız Yusif surəsini oxumuşuq. Və hamımız da Yusif əleyhissalamın qissəsini bilirik. Necə ki, övladları Yaqub əleyhissalama deyir ki, deyir, Yusifi bizlə göndər. Yaqub əleyhissalam nə deyir? Deyir ki, qorxuram ki, onu apararsınız və onu qurdiyə. Və həqiqətən də xəbər gəlir ki, qurdiyedir. Subhanallah, imtihan olur, yəni dediyi sözlə. Halbuki Yusif əleyhissalamı qurdiyemir. Ancaq ki, deyir, qorxuram ki, apararsınız qurdiyə və o cürdə imtihan olur. Yəni, xəbər gəlir ki, qurdiyedir. İkinci oğlunu göndərəndə, Binyamini göndərəndə, oğlanları təzədən Misrə qaydanda Yusuf əleyhissalam da Misirin əzizi olur, düzdür. Ancaq bilmir. Oğlanları deyir ki, Binyamini də bizlə göndər. Deyir ki, Yaqub əleyhissalam nə deyir? Deyir, illə ən yuhata bikum. Deyir ki, əgər başınıza bir müsibət gəlib çarəsiz qalarsınızsa, ondan əlavə Binyamini məndən geri qaytarmağa Allaha and etsin. Və subhanallah, həqiqətən də başlarına müsibət gəlir, çarəsiz qalırlar və Binyamin itirirlər. Yəni, Binyamin Misirdə əsir olaraq qalır və yenə də sözdən dolayı nə olur? İmtihan olur. Subhanallah, ona görə yəni, həmişə insan yaxşı zəndə olmalıdır. Həm Rəbbi barəsində Allaha təvəkkül eləməlidir. İmtihan olunacaq sözləri dilinə gətirməməlidir. Başqa bir misal, məsələn, Musa əleyhissalam doğulanda anası onu tabuta qoyur və çaya atır, düzdür. Çayda gedir Fironun qəsrinin qabağına. Asiyaya verirlər tabutu. Firon uşağı öldürmək istəyir Musanı. Düzdür, deyir ki, bu Bəni İsraildən kiminsə övladıdır. Firon axı bir il öldürürdü doğulan oğlan uşaqlarını. Bir ildə öldürmürdü ki, Bəni İsrail havayı işçi qüvvəsi idi, hamısı bitməsin deyə. Gördüyü yuxusundan dolayı. Öldürmədiyi il Harun əleyhissalam dünyaya gəlmişdi, düzdür. Öldürdüyü ildə Musa əleyhissalam dünyaya gəlir. Musa əleyhissalamı artıq öldürməli idilər. Atırlar dənizə, Fironun sarayına gedir, Asiya çıxardır və yaxud da Asiya verilir uşaq. Firon öldürmək istəyir Musanı, körpə olarkən. Deyir ki, bu deyir, Bəni İsraildən kiminsə uşağıdır, qorxudan çaya atıb ki, öldürməyək. Və onda Asiya qoymur öldürməyə. Nə deyir? Allah Subhanahu Quran nə deyir? Fironun zövcəsi dedi ki, Qurratu aynul li və lək. Deyir, mənim üçün və sənin üçün göz aydınlığıdır bu uşaq. Onda İmam Təbəri rəhməhullah təfsirində deyir ki, onda Firon dedi ki, sənin üçün göz aydınlığı ola bilər, amma mənim üçün yox. Və subhanallah, həqiqətən də Musa əleyhissalam Asiyanın hidayətinə səbəb olur, Fironun da həlakına. Və orada müfəssirlər deyir ki, əgər Firon onda qəbul edib desəydi ki, ikimiz üçün də göz aydınlığıdır, onun da hidayətinə səbəb olardı. Ancaq ki, subhanallah, həlakına səbəb olur. Başqa bir misal, Harun Ər-Rəşidin rahiməhullah vaxtında Kisai, yəni məşhur qarilərdən olur, bir də Yezidi. İkisi də məşhur qarilərdən olur. Məğrib namazı olur. Məğrib namazında Kisai namazı qıldırır. Kafirin surəsində xəta edir. Qul ya eyyuhəl kafirun əvəzinə qul ya eyyuhəl kafirin oxuyur. Və namazı bitirəndən sonra Yezidi deyir ki, sən deyir, məşhur qarisən, Kufəllərin ən öndə gedən qarisi, sən bütün qiraətləri bilirsən, necə Kafirin surəsində xəta eləyə bilərsən, onu qınıyır.
İşa namazında Kisai özü Yazidi özü namazı qıldırır və Fatihə surəsində xəta eləyir. Və subhanallah, insan dediyi sözlərdən həmişə ehtiyat eləsin. Həmçinin Ayşə radiyallahu anhu deyərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər şeyi yaxşıya yozmağı sevərdi. Yəni insan hər şeyi yaxşıya yozmağı bacarmalıdır. Yəni pisə yozmursan, pis səninə qapılmırsan, olacaq hadisələri pis tərəfə yozmursan. Məsələn, görürsən ki, qardaş da iş görür, ticarət eləyir, həmişə pisə yozur. Mən bankrot olacam, müflis olacam, bunu itirəcəm, onu itirəcəm, uşağım belə olacaq, ailəm belə olacaq və s. Həqiqətən də onunla da görürsən ki, çox vaxt imtihan olur. Və bu cür sözlərdən çəkinmək lazımdır. Şəriət də bizə öyrədir ki, yəni xeyir danışaq, xoş söz danışaq. Zarafatca belə olsa, insan o cür sözlərdən istifadə eləməməlidir. Hətta yalan belə olsa, o cür sözlərdən istifadə eləməkdən çəkinmək lazımdır. Həmişə də Allah haqqında gözəl zəndə olmaq lazımdır. Necə ki, Musa aleyhissalam dənizlə üzbəüz qalır, Fironun qoşununda arxada olur. Həmin anda belə nə deyir? Deyir, kəllə, innə mə'yə Rabbi səyəhdin. Deyir, həqiqətən də Rəbbim mənimlədir və məni qoruyacaq. Və həqiqətən də Allah subhanət hala onu qoruyur. Yəni Allah barəsində gözəl zənd olur. Və yaxud da Peyğəmbər sallallahu aleyhi ve sellem mağarada Abu Bakr radiyallahu anh ilə olanda Abu Bakr radiyallahu anh deyir ki, ya Rasulullah deyir, əgər deyir, onlardan biri ayağının altına baxsaydılar, biz görərdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, deyir, Allah bizimlədir. Yəni həmişə yaxşı zəndə olur. Yəni pis sənə qapılmır. Və insan da həmişə bu cür zəndə olmalıdır. Yəni sevmədiyi şeyləri öz üçün deməli. Hərdən görsən, məsələn, olur, misal çəkir. Məsələn, deyir ki, belə olmaqdansa ac qalardım. Bu işdə işləməkdənsə işsiz olardım. Belə olmaqdansa, həqiqətən də insan o dediyi sözlərlə imtihan olunur. Yəni o cür misalları çəkmə özün üçün. Və yaxud görür, məsələn, kimsə cavan oğlan da dilənir, deyir, mən onun yerinə olsam işləyər. Sən onun yerinə olsan, o misalı çəkmə. Yəni, həqiqətən imtihan olunarsan, o vəziyyətə düşərsən. Və yaxud görür, kimsə kordur, deyir, mən kör olsam belə-belə eləyər. Onu demə, o artıq bir şeydir. Yəni, özün üçün imtihan qapısı açırsan. Yəni, imtihana düşər olan adam görəndə nə deyirsən? Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrədib ki, sizlərdən kimsə başqasının imtihana düşdüyünü görəndə və yaxud da bəlaya düşər olduğunu görəndə desin ki, Elhamdülillahilləzi afəni mimməbtələhu bihi və faddaləni alə kəfirin mimmən xalıqa təfdilə. Bu duanı deyərsə, Allah subhanət hala onu o müsibətdən qoruyar. O bəladan qoruyar. Yəni, bizə bu öyrədilib. Ki, biz Allah'a dua edirik ki, Allah subhanət hala həmd edirik ki, Allah həmd olsun ki, bizi də o müsibətə düçar eləməyib. Vəssalam. Ancaq ki, sən o misalları öz üstündə çəkməklə artıq imtihan qapısı açmış olursan. Və yaxud da filan kəsə ağız açmaqdansa yoxsul olaram. O yoxsul olaram artıq kəlmədir. Allaha dua elə ki, Allah subhanət hala səni buna möhtac eləməsin. Allah subhanət hala sənə dünyada da, axirətdə də yaxşılıqlar versin və s. Ancaq ki, imtihan olunacaq bir şeyləri, xoşa gəlməz bir sözləri misal çəkmə. Çünki ola bilsin ki, insan ondan imtihan olsun. Və yaxud da görürsən, kimsə kiməsə borc verir, deyir ki, borcu qaytarmayacaq heç vaxt. Çox vaxtda qaytarmır. Yəni, bunun özdə imtihana qapı açırsan. Yəni, o da imtihan olunacaq bir sözdür, yəni, subhanallah. Həmçinin insanın öz əleyhinə dua eləməsi. Peyğəmbər sallallahu aleyhi ve sellem'e deyir, sizlərdən biriniz öz əleyhinə dua eləməsin. Öz övladlarının əleyhinə dua eləməsin. Öz mal-mülkünün əleyhinə dua eləməsin. Yəni, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib. Deyir ki, çünki deyir, ola bilsin ki, duanın qəbul olunan vaxtına, saatına düşər və Allah subhanət cavab verir o duaya. Yəni, hərdən görürsən, insan bu cür sözlərdən istifadə edir. Deyir, məsələn, yerəm xarabama, məsələn, və yaxud da xaraba qalmış ev və yaxud, subhanallah, bu sözlər hamısı təhlükəli sözlərdir. Yəni, insan bu sözlərlə imtihan oluna bilər. Ona görə hər kəs dilini bu cür sözlərdən qorumalıdır və yaxud görürsən, öz uşağı üçün bəddua eləyir. Əsəbləşir, bəddua eləyir. Məsələn, Allah səni öldürsün, Allah sənə xeyir verməsin və s. Və subhanallah, həqiqətən də ola bilər. Yəni, valideynin duası da bilir ki, qəbuldur. Məsələn, bugün bir çox valideynlər, məsələn, görür ki, uşağının 20 yaşı var, 25 yaşı var, 30 yaşı var, həyatda heç nəyə müvəffəq ola bilmirlər. İş həyatı olsun, nə bilim, evlilik həyatı olsun, nə həyatı olsun, bir şeyə müvəffəq ola bilmirlər.
həyatları, güzaranları sıxıntılı keçir. Yəni, ola bilsin ki, o sənin illər əvvəl elədiyin duanın nəticəsidir. Bəlkə sən nə vaxtsa onun üçün elə dua eləmişsən ki, Allah sənə xeyir verməsin, o da qəbul olub. Və bu kimi şeylərdən çəkinmək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, valideynin övladının əleyhinə elədiyi dua qəbuldur. Yəni, övlad əleyhinə bəddua eləmək olmaz. Övlad üçün bəddua eləmək olmaz. Çünki bu, qəbul olunan vaxta düşər və sonradan artıq yəni, onun da güzaranı sıxıntılı olar. Və yaxud da onun azmasına da səbəb ola bilər. Hətta hidayət neməti belə alına bilər. Və subhanallah, ona görə də bu kimi şeylərdən çəkinmək lazımdır. Həmçinin insan öz mal-mülkünə bəddua eləməməlidir. Görürsən ki, məsələn, minir, maşın xodlamır, bəddua eləyir. Haraba qalsın, nə olsun, və yaxud da ev üçün bəddua eləyir və s. Ticarəti üçün bəddua eləyir, biraz yaxşı getmir, deyir, heç olmasa ondan yaxşıdır, misal üçün. Subhanallah, bunlar hamısı insanın başına imtihan gətirə biləcək səbəblərdir, sözlərdir ki, yəni bundan uzaq olmaq lazımdır və yaxud da qınaqdan uzaq olmaq lazımdır. Necə ki, İmam Məlik rahiməhullah deyir ki, mən elə qövmlərlə, elə insanlarla rastlaşdım ki, onların heç bir eybi yox idi. Ancaq eybi olanları qınadıqlarına görə özləri daha çox eyib sahibi oldular. Və elə insanlarla da qarşılaşdım ki, eybləri çox idi, ancaq heç kimi qınamırdılar deyə Allah subhanahu taala onların eyblərini örtmüşdü. Və həmçinin şikayətdən çəkinmək lazımdır. Məsələn, ticarətin var, hər şey Allah deyirsən, heç nə yoxdur, yoxsulluqdur, aclıqdır. Subhanallah, bu kimi sözlərdən çəkinmək lazımdır. Çünki bunlar hamısı imtihan olaraq dönüb gələ bilər. Həmişə Allaha həm deyirsən, əlhamdülillah, hər şey əladır, hər şey yaxşıdır, hər şey var və həqiqətən də hər şey var, Allaha həmd olsun. Yəni, bu tür şikayətlərdən də çəkinmək lazımdır. Və yaxud da uşaqlar pisdir, uşaqlar sözə baxmır, nə bilim, fərsizdir, yararsızdır və s. Yəni, bu kimi sözlərdən və yaxud görsən, hərdən olur valideyn uşağını, ən çox da qız uşağını həm şeytan deyir və yaxud dəcəl deyir və yaxud hayasız deyir və s. Yəni, bu kimi sözlərin hamısından çəkinmək lazımdır. Başqa bir misalda Sa'd ibn Əbu Vaqqas radiyallahu anhu səhabə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ya Rasulullah deyir, mənim üçün Allaha dua elə ki, mənim dualarım qəbul olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, ruzini halaldan elə ki, duan da qəbul olsun, düzdür? O səhabənin yanına bir kişi gəlir, deyir ki, bir qadın gördüm, yaşı çoxu idi, ancaq ki, deyir, bədəni boyu çox balaca idi. Və deyir, atasından soruşdum. Atası dedi ki, bir dəfə deyir, dəstəmaz alırdım. Dəstəmaz aldığım qabı qızım gəldi, tökdü. Və mən deyir, əsəbləşdim, ona bəddua elədim ki, Allah sənin ömrünü kəssin. Və deyir, atası deyir ki, həmin gündən sonra qızım heç vaxt böyümədi. Və subhanallah, ona görə də həmişə dediyimiz sözlərə fikir verməliyik. Yəni, xoşumuza gəlməyən sözləri və yaxud da imtihana səbəb olacaq sözləri işlətməməliyik. Həmişə də Allah subhanahu ta'aladan afiyət istəməliyik və unutmayaq bu sözü də ki, bəla insanın dilinə bağlıdır və Allah subhanahu ta'ala bizi eşidib faydalanlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed. Cümləmizdən.